Salam, hər vaxtınız xeyir olsun. 9 mart 2025-ci il 11-ci siniflərin buraxılış imtahanda istifadə olunmuş sualların izahını vermək istəyirəm. Əvvəlcə bildirim ki, 2 mart imtahanı ilə müqayisədə suallar kifayət qədər çətindir. Yəni, əvvəllərdə yox, son suallarda demək olar ki, ciddi bir uçurum var sualların çətinlik səviyyəsi arasında. Nə dərəcədə doğrudur? Mən düşünürəm ki, bu qədər uçurumun olması doğru deyil. Amma yenə də asan suallar var. Yəni buraxılış imtahanıdır. Nəticə olaraq buraxılış imtahanında nə gözləyirsiniz? Normal suallarda başlayaq, izah edək. Deyir, kəsişməsi boş olmayan A və B çoxluqları üçün NA fərq B. Mən həmişə demişdim ki, bizdə əgər kəsişmə məsələsi varsa, biz bu Venn diaqramını çəkəcəyik. Bura A deyək, bura B deyək. A fərq B 6-dır. Bu hissəyə 6 yazaram. Kəsişməsi boş olmayan deyir və ən kiçik qiyməti istəyəcək əlbəttə ki, bu tip suallarda həmişə belə olur. Boş olmayan deyirsə, bunların kəsişməsinə heç olmasa bir element yazıram. MB fərq A da 4-dür. O zaman bizdən birləşmənin elementləri sayını istəyir. 6, 4, 1, yəni 11 elementimiz var birləşmədə. İfadəsinin vuruqları ayırım. 5-i ortaq vuruq çıxardaram. Qalacaq o zaman 5 çıxılsın A. Saniyələr içində həll olunur. Cədvəldəki ədədlərinin hansı hissəsi irrasionaldır? Biz bilirdik ki, pi ədədi irrasionaldır. Kökdə 3. Kökdə 9 irrasional deyil, çünki irrasionaldır 3-ə bərabərdir. Mənfi kökdə 2 irrasionaldır və 3 kökdə 5 irrasionaldır. Demişdik ki, sonsuz, lakin dövrü olmayan ədədlər irrasional ədədlərdir. O zaman hansı hissəsi 4 ədəd və ümumən cədvəldə 10 ədəd var. Onda 4 hissəsi, yəni 0, onda 4. Cavab C variantı. Digər sualın izahını verək. İfadənin qiymətini tapın. Çox klassik toplu sualıdır. Sualların demək olar ki, hamısı bu arada topludan düşüb. Bizim hamımızın kitabından. Yəni belə, toplu normal işləyən uşaqlar bu sualları asanlıqla yazır. Düzdür, açıq suallarda müəyyən qədər çətinlik var, amma deməzdim ki, o qədər çətindir. 11 çıxılsın kök altında 21. Bir kökün altında yazaram. Həmişə deyirəm ki, bir damın altında yazın bunları. 11 plus kök altında 21. Müxtəsər vurma düsturu halında kök altında 11-in kvadratı çıxılsın. Kökdə 21-in kvadratı. Yəni, buradan qalacaq kök altında 100. Oradan da çıxacaqdır 10. Cavab A variantı. Növbəti sualımız 65 nömrəli sualdır. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. Çox sadə bir sual. 80-in 20%-ni tapacam. Və alınacaq nə qədər? 16 ton. Bitdi, getdi. Bu qədər sadə. Y-in hansı qiymətlərində ədədi silsilənin ardıcıl hədləri olar? Ədədi silsilənin ardıcıl hədləri biz bilirik ki, bir-birlərindən eyni qədər fərqlənməlidirlər. Yəni, eyni bir belə deyək də, ədəd qədər fərqlənməlidirlər və biz desək ki, bu bir məsələn, birinci element, ikinci element, üçüncü elementdir. Ədədi silsilənin xassəsinə görə məsələn, A2, A1 ilə A3-ün cəminin yarısına bərabərdir. Yəni, eyni məsafədə duran hədlərin yarısına bərabərdir. O zaman yazaram ki, 3 çıxılsın Y, moduldan gedir söhbət. Y çıxılsın 2, üstə gəlinsin 6 çıxılsın Y bölünsün 2. O zaman Y-lər gedəcək. 3 çıxılsın Y qalacaq nə? 3 çıxılsın Y qalacaq 2 və biz də bilirik ki, bunu 2 cür açmalıyıq. 3 çıxılsın 2, 3 çıxılsın Y bərabərdir, mənfi 2. Buradan alarıq ki, Y-imiz olar 1. Buradan da alarıq ki, Y-imiz olar 5. Cavab 1, 5. Yəni, cavab elə olacaq. Düz elədim də. 1, 5. Cavab olacaq elə D variantı. Bu qədər sadə. Sualların izahına davam eləyək. Deyir, iki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür? Əvvəlcə biz kürələrin həcmlərini müqayisə etmək üçün iki kürə üçün də həcm düsturu yazaq. Daha doğrusu V1, V2 deyərik.
O zaman V1'imiz olacaq 3'də 4 pi r kubu. Daha doğrusu R1 deyərəm buna. V2 nə olar? V2 də olar 3'də 4 pi R2'nin kubu. R2'nin kubu. Deyir ki, iki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Yəni mən V2'ni V1'ə bölsəm 27'də 1 qalar. Yəni 3'də 4 pi r bəli. 3'də 4 pi r kvadratının kubunu bölsəm 3'də 4 pi R1'in kubuna, o zaman bunlar ixtisar gedər və qalar belə bir şey. Digər misalın hissəsini keçdik. Yox, bir şey olmaz. Qalar belə bir şey. 27'də 1 bərabərdir. R2'nin kubu bölünsün R1'in kubu. Bitdi, getdi. Və buradan hər tərəfdən kub kök alsam, alacam ki, R2'miz olacaq 1, R1'imiz olacaq nə? 3. Məndən nəyini istəyir? Məndən onların nəyini istəyir? Bir saniyə. Deyir, ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür birinci kürənin səthinin sahəsi. Bunun üçün nə edəcəm? Və 2 dənə sahə, səthin sahəsi üçün 2 dənə düstur yazacağım. O zaman səthin sahəsi nəyə bərabər idi? S1 bərabər idi. Belə eləyək də. S1, S2 deyəcəm elə. Qoy bir olsun. S1, S2. Biz bilirik ki, sferanın sahəsi 4 pi r kvadratı R1 deyək. Burada da 4 pi R2'nin kvadratı deyək. Bitdi, getdi. Yazaq və müqayisə edək. Birincini hesablasaq 4 pi vurulsun 3'ün kvadratı, yəni 9. Bu elə də 36 pi. İkinci isə elə də 4 pi 1'in kvadratı, yəni elə 4 pi. Tərəf-tərəfə bölsək, alarıq ki, neçə dəfə böyükdür? 9 dəfə böyükdür. 36 pi'ni 4 pi'yə bölsək 9 dəfə böyükdür. Bölhənin yarısını misal tutdu. Bu şəkildə. Yaxşı sualdır. Deyir, mənfi 5,3'dən böyükdür. X 6'dan kiçikdir. 2 qat bərabərsizliklərə aiddir. Bərabərsizliyin ən böyük və ən kiçik qiymətinin tam həllərinin hasilini tapın. Ən böyük qiyməti 5'dir. Ən kiçik qiyməti nə olacaq? Ən kiçik qiyməti də olacaq əlbəttə ki, mənfi 4. Mənfi 5'i mənfi 4'ə vuranda cavab eləyəcək elə mənfi 20. İki perpendikulyar müstəvinin birindən 2 cm, digərindən isə 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Toplu sualıdır bu. Səhv eləmirəmsə bu tip bir sual topluda var idi. Səhv eləmirəmsə. Yaxşı, gəlin 2 müstəvi çəkək. Müstəvilərin birini belə çəkək. Biraz nazik eləyək qələmimizi. Müstəvilərin birini belə çəkək. Daha doğrusu mən bunu müstəvi kimi çəkməkdənsə 2 dənə belə düz xətlər çəkə bilərəm. 2 dənə belə düz xətlər çəkə bilərəm. Siz bunun belə müstəvi olduğunu düşünün. Bu tərəfində müstəvi olduğunu düşünün. O qədər önəmli deyil. 2 perpendikulyar müstəvi. Perpendikulyar isə bu isə 90 dərəcədir. Müstəvinin birindən 2 cm, digərindən 4 cm. Tutaq ki, burada bir məsafə var. Məsələn, mən burada götürürəm məsafəni. Buradan bura olsun qoy 4. Buradan burada olsun bir 2. O zaman bura 4'dürsə, burada 2'dir. Çünki biz məsafə deyəndə hər iki müstəviyə nələr çəkməliyik? Hər iki müstəviyə perpendikulyarlar çəkməliyik. Bizdən nəyi istəyir? Deyir ki, bu nöqtədən kəsişmə nöqtəsinə qədər məsafə. Yəni, bizdən istəyir bu hissəni. Bu hissəni. Əlbəttə ki, hansı teorem? Pifaqor teoremi. Pifaqor teoremi yazacağıq, bitdi, getdi. Tutaq ki, həmin məsafəyə bir el desəm, ehtiyac yoxdur əslində. Olacaq belə. 4'ün kvadratı üstə gəlinsin, 2'nin kvadratı, yəni kök altında 20, 2 kökdə 5. 2 kökdə 5 cavab C variantı. Kifayət qədər yaxşı sualdır. Yəni, normal buraxılış səviyyəsində düşə biləcək bir sualdır. Və deyir, düsturları ilə verilən paralel köçürmədə mənfi 3, 2 nöqtəsi hansı nöqtəyə çevrilər? Uşaqlar, paralel köçürmədə biz bilirik ki, mütləq şəkildə
daşıyıcılardan istifadə etməyi bacarmalıyıq. Klassik toplu sualı toplunun ilk təqribən homotetiya mövzusunda, paralel köçürmə mövzusunda ilk asan suallarından sayılır. Və bu nöqtə hansı nöqtəyə çevrilər? Uşaqlar, birinci daşıyıcımız 4-dür. İkinci daşıyıcımız da 1-dir. Hansı nöqtəyə çevrilər? Çox sadə. -3 üstə gəlinsin 4. Aldım ki, x olacaq 1. Elə burada da bir dənə cavab var. O da Y variantı. Mən də uşaqlar kimi cavabdan çıxdım. Gəlin digər hissəsində göstərək. 2 üstə gəlinsin 1 də olacaq. Daha doğrusu y-nin üzərinə digər daşıyıcını, y-in daşıyıcısını əlavə edirəm. Olacaqdır 3. Bitdi, getdi. Bu qədər sadə. Sonra keçək növbəti sualımız. Cavab oldu Y variantı. Cavab oldu Y variantı. Bəsit bir sualdır. Növbəti sualımız deyir, diaqonallarının sayı 9 olan qabarıq çoxbucağının tərəflərinin sayını tapın. Kifayət qədər asan sualdır. Yəni, belə deyim, mən bu sualları birinci növ suallar kimi adlandırıram. Birinci növ suallar, yəni düsturu bildinsə, yaza bilirsən bu sualları. Düsturu bilən uşaqlar bu sualları yazır. Ümumi diaqonalların sayı düsturu budur. N vurulsun. N vurulsun. N çıxılsın. 3 bölünsün. 2 bərabərdir 9-a. Bitdi, getdi. Biz buradan elə birbaşa cavabı ədəd qoyaraq da tapa bilərik. Mən imtahanda olsaydım, yəni ədəd qoyaraq tapardım. Yoxsa kvadrat tənliklə də tapa bilərik. Aydın məsələdir. N kvadratı çıxılsın 3n bərabərdir 18. N kvadratı çıxılsın 3n çıxılsın 18 bərabərdir 0. Deməli, köklər hasili -18, köklər cəmi də 3. Deməli, -6 ilə 3 olacaq bizim cavabımız. Əlbəttə ki, bizdə bir saniyə səhv etdim. Səhv etdim. Xeyr, 6 ilə 3 olacaq. Bəli, 6 ilə 3 olacaq. Biz əlbəttə ki, 6 ilə -3 olacaq. Biz -3'ü götürə bilmərik əlbəttə ki. Çünki tərəfdən gedir söhbət, saydan gedir. Və klassik loqaritma sualı deyir ki, loqaritma 2 surəti ilə birbaşa fərqin kvadratı düsturu ilə açaram. 14 çıx 10, 14 üstə gəl 10 bölünsün 24. Birbaşa getdi. Qaldı loqaritma 2 əsasdan 4. Bu da eləyəcəkdir 2. Cavabımız olacaq C variantı. Bu belə. Bu da bizim digər sualımız. Suallarımıza davam edirik. A parametrinin hansı qiymətində tənliyin həlli var? Uşaqlar, biz burada tənliyin həlli olması üçün əlbəttə ki, sinus x funksiyasının ala biləcəyi qiymətləri bilməliyik. Yəni, A çıxılsın 1 bölünsün 2. 1 ilə -1 arasında nə etməlidir? Dəyişməlidir. Bir dəfə 1-ə bərabər edirəm, bir dəfə də -1-ə bərabər edirəm. Bitdi, getdi, bu qədər sadə. Yəni, A olacaq burada 3, -1-ə bərabər eləsəm, olsaq, A çıx 1 bölünsün 2 bərabərdir -1. A çıx 1 bərabərdir -2, o zaman A da bərabərdir -1. -1 ilə 3 aralığı bu şəkildə. Getdi. Keçək növbəti sualımıza. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Klassik toplu sualı. Bəli, hamımızın kitabından düşən sual. Uyğun tərəfləri paralel olan iki bucaqdan deyirsə. Uşaqlar, uyğun tərəfləri paralel olan bucaqların cəmi 180 dərəcədir ya da bir-birlərinə bərabərdirlər. Amma biri digərinin 80%-ni təşkil edirsə, burada əlbəttə ki, cəmi 180 olan variantdır. Yəni, biri x-dırsa, digəri 0.8x-dir. Bitdi, getdi. Yəni, necə olur bu? Bunu da izah edeyim. Yəni, biri x-dırsa, digəri onun 80%-dən bölünsün 100. Bu da eləyir 0.8x. Biz ikisini toplayanda bu bizə nə verməlidir? Bərabərdir 180-ə və 1.8x bərabərdir 180-ə. X da bərabərdir, buradan çıxacaq 100. Digər bucaq 80, bu da 100. Böyük bucağı istəyir elə bizdən, cavab olacaq 100 dərəcə. Bitdi, bu qədər sadə. Sonra, 75 nömrəli sualda nə deyir? Keçən dəfə imtahanda düşən kompleks ədəd sualı ilə müqayisədə kifayət qədər ciddi bir sualdır. Yəni, vaxt aparan bir sualdır. 75 nömrəli sual deyir, ədədlər qoşma kompleks ədədlər olarsa, x və y ədədlərinin cəmini tapın. Uşaqlar, qoşma kompleks ədəddirsə, mən birbaşa bilirəm ki, elə bu 9-dursa, bu y elə özü nədir? 9-dur. Bu öz qalsın
yerində bunu istifadə edəcəyik. Z1 bərabərdir 9 çıxılsın x i üstündə 5. Yəni biz 4-ə bölmək qaydasından da istifadə edə bilərik. Elə o qaydadan istifadə edək. Biz 5-i bölürük 4-ə, alındı qalıqda 1. Deməli, burada elə belə deyək də, i üstündə 5 nəyə bərabərdir? I üstündə 5-in özü elə i-yə bərabərdir. Deməli, bu formadadır. 9 çıxılsın x i formasında. Digərinə keçək. Z2 də bərabərdir y üstəgəl 6i üstündə 35. Yəni belə 35-i də bölək 4-ə, qalıq nə qalır? Qalığımız qalır 3. Yəni biz bunu i üstündə 3-ə bərabər götürə bilərik. I üstündə 3 də biz bilirik ki, elə mənfi i-yə bərabərdir. Yəni bu da olacaq y çıxılsın 6i. Qoşmadılarsa burada mənfi 6-dırsa biz nə götürəcəyik? Y-i 9 götürmüşük. Qoşma olması üçün, məsələn, burada 6-dırsa x-in özü olmalıdır mənfi 6 ki 9 çıxılsın 6i, digəri də olsun 9 plus 6i. Deməli, x da mənfi 6-dır. Məndən x ilə y-in cəmini istəyir. 9 plus mənfi 6, 3 eləyəcək bizim cavabımız. Kifayət qədər yaxşı sual idi. Sonra 76 nömrəli sual. 76 nömrəli sualda deyir ki, 4 sinus kvadratı alfa çıxılsın. Tangens kvadratı alfa üstəgəl 1 vurulsun kosinus kvadrat alfa üstəgəl 4 kosinus kvadrat alfa. Cavabı baxanda biz birbaşa bilirik cavabı ki, cavab 0-dır. Hardan bilirik? Kimlər bilir sualı? Sualı əlbəttə ki, trigonometriyanın əsas eyniliklərini bilənlər bilir. Əsas eynilikləri bilməyənlər bilməyəcək. Uşaqlar, biz yazarıq belə. Biz bunun yerinə bilirik ki, əsas eynilikdən çıxır elə bu ifadə. 1 bölünsün kosinus kvadratı x-dir. Bitdi, getdi. Alfadır daha doğrusu. 4 sinus kvadratı alfa çıxılsın. 1 bölünsün kosinus kvadratı alfa. Vurulsun kosinus kvadratı alfa. Üstə gəl 4 kosinus kvadratı alfa. Cavab bayaq 1 demişdim. Səhv eləmişim. Gəl belə eləyək. Bu ikisini qruplaşdıraq. 4-ü çıxardaq mötərizə xaricinə. Qalacaq sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa. Bunlar da ixtisar getdi, çıxılsın 1 qaldı. Bu ifadə bilirik ki, 1 verir. 4 vurulsun 1, çıxılsın 1, eləyəcək cavab 3. Bitdi, getdi. Cavab 3, 76. Bundan sonra keçək növbəti sualımıza. Bəli, klassik, həmişə istifadə olunan üslü tənliklər. 3 vurulsun 5x üstə gəlinsin 5x. O zaman 5x üstə gəl 1-i də birbaşa vur 5 kimi yaza bilərəm də. Yəqin ki, bərabərdir 200-ə. Alınır ki, 8 vurulsun 5x. Toplayanda 8 vurulsun 5x alınır 200-ə bərabər. O zaman 5 üstündə x, daha doğrusu 5 üstündə x bərabərdir nəyə? 200-ə bölünsün 200 bölünsün 8-ə. 200 bölünsün 8 neçə eləyir? 25 eləyir də, səhv etmirəmsə. Bəli, 5 üstündə x bərabərdir 25-dirsə, x da, bunu da 5-in üstündə 2 yazsam, x də elə 2-dir. Normal bir sualdır. İllərdir istifadə olunan suallardan biridir. Bu da əlbəttə ki, baxanda birinci hissədən adamın gözünə girir ki, mən x çıxılsın 1-in kubu düsturuyam. Məxrəcdən də 2-ni çıxardaram. X kvadrat çıx 1. Bölünsün. Surətdə x çıxılsın 1-in kvadratı. Bölünsün x üstə gəl 1. İndi uşaqlar, düşünəcəksiniz ki, müəllim yazır belə asandır. Müəllim yazanda həmişə asan olur. Yəni, siz nəzərə alsaq ki, kənardan deyəcəklər ki, bəs müəllim videonun əvvəlində demiş ki, suallar çətin olub, kifayət qədər. Evdən baxanda hər şey asan olur. Yəni, o deyirlər, müharibə kənardan baxanlar üçün asandır. Eyni məsələ. Yəni, bu döyüş kənardan baxanlar üçün asandır. Amma oturub bu sualı imtahanda işləyəndə bu suallar heç də asan suallar kimi gəlmir. Biz ikinci kəsri tərsinə çevirəcəyik. Çünki imtahan stresi, həyəcan, yəni bunlar çox vacib imtahana təsir edən nüanslardan biridir. Elə birbaşa ixtisara proqram buradan getdi, bunlar getdi. Cavab qaldı 2-də 1. Yəqin ki, cavabı 2-də 1 yox, 0.5 şəklində saxlayarlar deyə düşünürəm. Bu şəkildə belə.
Bu da bu sualların izahı. Sualların da izahına baxaq. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Çox bəsit. Biri x-dırsa, digəri x üstə gəl 8-dir. Əlbəttə ki, bunları bir-birinə vuranda eləməlidir 384. X kvadrat üstə gəl 8x çıxılsın 384 bərabərdir 0. Mən diskriminantı kənarda hesablamışam. Bu da eləyəcək 1600. Çünki burada hesablasaq video uzun alınacaq. Buradan da çıxar 40. Belə birbaşa tapıram. X1 bərabərdir. -8 üstə gəl 40 bölü 2. Bitdi getdi. 16 dənə. 16. 80 nömrəli sual. Toplunu işləyən uşaqlar bu sualı topluda görmüş ola bilər. Çünki bu klassik toplu sualıdır. Yəni topluda var bu sualdan. Biz bura diqqətlə baxsaq, sualda biz burada görəcəyik ki, burada bir düzbucaqlı üçbucaq var. Və düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük varsa, onun üzərində ayırdığı parçalar varsa, Evklit teoremi yazaram. Yəni, uşaqlar, BM-in kvadratı bərabər olur. İndi buradan görürük də 9 vur 16. BM də avtomatik olacaq 9-dan 3 gələcək, 16-dan 4, 3 vur 4, yəni 12. Deməli, bura 12-dir. Və biz belə bir sahə düsturu bilirdik ki, diagonal vur, diagonalı çəkilmiş hündürlük. Ümumiyyətlə, bunun sahəsini müxtəlif üsullarla tapmaq olar. Mən belə tapacam. AC vurulsun BM. Bitdi, getdi. Çünki tərəf var, tərəfə çəkilmiş hündürlük var. Üçbucağın sahəsini tapıram da. Sadəcə 2-yə bölməyəcəm. Niyə görə? Çünki eynisini buradan da çəksəm, 2 dənə eyni üçbucaq olacaq da. Belə, bitdi, getdi. 25 vurulsun 12. Bu da nə eləyər? 300. 300 eləyər. Bitdi, getdi. Sonra bu sual. Bu nədir? Oy. Nağıl yazıblar. Bir supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 rupi, 10 rupi, 20 rupi dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 azenlik kuponların sayı 10 azenlik kuponların sayından 2 dəfə az, 5 azenlik kuponların sayından isə 16 ədəd azdır. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 azen dəyərində. Uşaqlar, sual çətin görünür, amma elə çətin bir sual deyil. Elə çətin bir sual deyil. Gəl bir yazaq. Deməli, biz qurmalıyıq nəyin üstündə prosesi? Gəl belə eləyək. Deyək ki, 20 azenlik kuponların sayı 10 azenlik kuponların sayından 2 dəfə azdır. Heç nə, 20 azenliyin üstündə qoyaq. Deyək ki, 20 rupi deyək də. 20 rupi bir neçə dənə x dənədir. Və 10 azenliklərdən 2 dəfə azdırsa, 10 rupiliklərdən. 10 rupi olacaq 2x. İndi siz çaşdıracam burada. Və deyir ki, 5 azenliklərin sayından isə 16 ədəd azdır. Onda belə çıxır ki, 5 azenliklərdə x plus 16-dır. X plus 16-dır. Bitdi, getdi. Ümumən nə qədərdir? 28-dən. Şimdi toplayacağım. X plus 2x plus x plus 16 bərabərdir 28. O zaman 4x bərabərdir. 28-dən 16 çıxanda birbaşa yazıram. Elə bunu eləyəcək 12. X bərabərdir 3. Deməli, bura olacaq 19. Bura olacaq 6. Burada olacaq 3. Bitdi, getdi. Mənə deyir ki, müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 azen. Uşaqlar, 30 azenin dəyərində olması üçün 2 dənə zərf seçirəmsə, bir variant var. Bir dənə 10 manat seçməliyəm, bir dənə 20 manat seçməliyəm ki, 30 olsun. 5 seçsəm, 5-i heç nəyə 30 tamamlamır. Çünki bizim 10 manatlıq pul vaidlərimiz var, bir də 20 manatlıq. Deməli, bir 10 seçməliyəm, bir 20 seçməliyəm. Ümumən 2 zərf seçirəm. Kombinezon zər nə idi? 2 zərf seçirəm. Kombinezon 28-dən 2. Çox üzr istəyirəm. Deməli, uşaqlar, mən ümumən 2 zər seçirəm. 28 zərdən ikisini seçirəm. 28 zər nə idi? Zərfdən ikisini seçirəm. 28-dən ikisini. Və deyir ki, 30 azenin dəyərində olsun. Uşaqlar, deməli, bir dənə 10 manatlıq seçməliyəm, bir dənə də 20 manatlıq. Bitdi, getdi. Kombinezon 3-dən 1-i seçirəm və 6-dan 1 seçirəm. Bitdi, getdi. Bu qədər sadə. 3-dən 1, 6-dan 1. Bunu artıq hesablayarsınız, nə verərsə. Mən özüm hesablayıb konkret cavabı almışam. Ona görə
Birbaşa elə cavabı yazacağam. Birbaşa cavabı yazacağam. Bir saniyə. Kombinezon 3-dən 1 elə verəcək. 3 vur 6. Güya hesablamışdım da. 28 qalacaq elə 14 vur. Daha doğrusu 14 vur 27. Bunu hesablayacağıq. Bitdi, getdi. Konkret cavabımız olacaq nə? İxtisarlarımı aparsam 1, 9, 1, 2, 21-də 1. Cavabım qalır 21-də 1. Bitdi, getdi. Bu qədər sadə. Sonra bu sual 82 nömrəli sual. 82 nömrəli sual dərsinin toplu ilə bağlı sualdır. Uşaqlar, biz bu suala diqqətlə baxsaq görərik ki, burada bir belə deyək, vətərlə toxunun arasında qalan bucaq var. Bura 90 dərəcədir deməli. Bura 90 dərəcədir. Çünki nə demişdik? Daha doğrusu diametr toxunana, radius toxunana perpendikulardır. Bu axı radiusdur. Bitdi, getdi. Bu bucağı mənə 40 verib. O zaman bura nədir? 50-dir. Bura 50-dirsə, bitdi, getdi. Bir neçə üsulla tapmaq olar. Bunu da belə çəkərəm. O zaman bu da bura perpendikulardır. Bura nə qədər? 90. 90, 90, 50. Bura nə qədər oldu? Ümumən 360 olmalıdır da. 40-dırsa 50-dir. Nə qədər eləyir? 90, 90, 180, 50. Burada olacaq 130. 130 dərəcə. 130 dərəcədirsə məndən KMC qövsünü istəyir. Elə KMC qövsü də olacaq nə qədər? 130 dərəcə. Bitdi, getdi, bu qədər sadə. Deyir, açılış şəklində verilmiş piramidanın təm səthinin sahəsi 360 olarsa apofemin uzunluğunu tapın. Düzgün piramidadır uşaqlar. Düzgün piramidadırsa bunun üçün bununla işləmək bizdə belə deyək, daha asandır digər piramidalarla işləməkdən. Əslində çətin bir şey yoxdur. S oturacağı 100 veribsə tərəf 10-dur. Burada 10-dur. Və tam səthinin sahəsini nə verib? Tam səthinin sahəsini verib. Çox sadə. Bura bir A-dırsa olacaq 10 vurulsun. A bölünsün 2. Amma neçə dənə bu üç bucaqdan var? 4 dənə. Bunu da 4-ə vuracam. İxtisar aparsam 20A. 20A ilə uşaqlar oturacağı toplasam, yəni 100-ü toplasam mənə nə verəcək? Mənə 360 verəcəkdir. Bitdi, getdi. O zaman A nə qalır? A ilə buradan çıxır. Birbaşa 360-dan 100 çıxanda 260. Onu da 20-yə böləndə 13. Deməli, apofem 13-dür. Apofem bilirsiniz də, yəqin ki, yan üzün nəyidir? Hündürlüyüdür. 84 nömrəli sualdır. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayını tapın. Deməli, sistem tənliyə gedərəm yəqin ki, deyir ki, y üstə gəlinsin 3x bərabərdir 21. 170-dən az olanlardır. Qoy yazım, 170 bunlardan böyükdür. Və 2y üstə gəlinsin x bərabərdir 17. Bunlar da 170-dən çox olanlardır. Bu şəkildə. Deyir ki, bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayını tapın. Gəlin tapaq da uşaqlar. Sistem tənliyə girərəm, həll edərəm. Birinci tənliyi 2-yə vursam, mənfi 2-yə vursam, mənfi 2-yə vursam, alacam belə. Mənfi 2y çıxılsın 6x bərabərdir mənfi 42. 2y üstə gəlsin x bərabərdir 17. Tərəf-tərəfə toplasam bunlar gedəcək. Mənfi 5x bərabərdir. Mənfi 42 ilə 17-ni toplayanda mənfi 25, x bərabərdir 5. X 5-dirsə, da x 5-dir. O zaman y neçədir? 3 vur 5, y də 6-dır. Yox, buradan tapmırıq. Fərqi nədir? Yoxsa buradan tapdıq, oradan tapdıq. Y də 6-dır. Məndən nə istəyir? Bu qrupda boyu 170 cm-dən çox olan oğlanların sayı y 6-dırsa 2 vur 6. 12 nəfər. 12 nəfər. 12 nəfər çoxdur. Az olanlar 6 nəfər. Bu şəkildə digərlərini də tapmaq olar. Növbəti sualımız budur. Deyir ki, AMN nöqtəsi funksiyasına uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın
Uşaqlar, bu sualı biz iki üsulla yaza bilərik. Biri MN düsturu ilə yazmaqda. Mən açığı sevmirəm o MN düsturundan istifadə eləməyi. Niyə görəsə bilmirəm. Abituriyent vaxtından xoşum gəlmir ondan. Mən tam kvadrat ayırmaq üsulunu çox bəyənirəm. Tam kvadrat, yəni mən sevirəm, ona görə onunla eləyəcəm. Uşaqlar, tam kvadrat ayırsam, y kvadrat olacaq x kvadratı çıxılsın. 2 vur 4 vur x, üstə gəl 4-ün kvadratı eləyir 16. 18 üçün nə çatışmır? 2 çatışmır. Onu da yazıram plus 2. Və alınır belə bir şey. Və y bərabərdir. Y kvadratı niyə yazmışam bura? Y bərabərdir. X çıxılsın 4-ün kvadratı, üstə gəlinsin 2. Biz də belə bir, belə deyək, təpən funksiyanın, kvadratik funksiyanın verilmə üsullarından birini bilirdik də. Verilmə üsullarından deməyək, daha doğrusu təpə nöqtəsinin koordinatları ilə. Necə idi? Y bərabərdir. A vurulsun. X çıxılsın M, kvadrat üstə gəl N. Bitdi, getdi. Biz A-nın yerində indi bizdə 1 dayanıb, heç nə yoxdur. M-miz nədir? M-miz 4-dür. M-miz 4-dürsə, N-imiz nədir? N-imiz də elə görünür ki, N, bu da N. 2-dir. N də 2-dir. Bitdi, getdi. Uşaqlar, N 2-dir. Buradan bura 2-dir. Buradan bura 4-dür. Deməli, burada 2-dir. Burada 4-dür. Məndən nə istəyir? Deyir, bu funksiyanın qrafikinin absis oxuna ordinat nəzərindən simmetrik çevirməliyəm. Uşaqlar, koordinat başlanğıcı nəzərində simmetrik çevrilib. Deməli, bu nöqtədən biri də buradadır. Və absis oxuna da, həmçinin ordinat oxuna da. Sual, qəşəng sualdır. Belə bir şey var da, yoldaşlar. Məsələn, bura 1-2 desəm, burada belə bir düzbucaqlı yaranacaqdır o zaman. Çünki bütün, belə deyək, absisə nəzərində simmetrik çevirib, koordinat başlanğıcı nəzərində çevirib və ordinat oxuna nəzərində çevirib. Bitdi, getdi. Gəlin elə bunu tapaq. Məndən nə istəyir? A, tutaq ki, bura deyirəm 1B, bura deyirəm C, burada deyirəm D. Olsun belə. İndi bilmirəm, uşaqlar, B, C-nin yeri fərqli də düşə bilər. Simmetrik dediyinə görə bura 2-dirsə, burada 2-dir. Bura 4-dürsə, burada 4-dür. Bir düzbucaqlı alındı. Eni oldu 2, 2, 4. Uzunluğu da oldu 8. 4 plus 8. Nə qədər elədi? 12 və perimetri istəyir. Axı, mən bunu 2-yə vurmalıyam. O zaman vuraq 2-yə. Vuraq 2-yə. Olacaq nə qədər? 24. Belə uşaqlar, bu qədər. Normal suallardır buraxılış səviyyəsində. Normal suallardır. Yəni, bundan asan nə gözləyirsiniz ki? Yaxşıdır.